Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əsas istiqaməti kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermerləri suvarma suyu ilə təmin etməkdir. İdarə tərəfindən 11.700 hektar sahəyə xidmət göstərilir. Bugünə qədər 35.800 kubmetrdən artıq təsərrüfatlara su verilib və 34.000 hektar sahə suvarılıb. Kanallarda 52.500 metr məsafədə lildən təmizləmə işləri aparılıb. Hazırda balansda olan bütün kanallarda bu işlər davam edir. Nəticədə su itkisinin qarşısı alınır. Suyun maneəsiz axını təmin olunur. Məlumat üçün bildirim ki, Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 14.000-ə yaxın fermer təsərrüfatını suvarma suyu ilə təmin edir. Suvarma suyundan səmərəli istifadə etmək üçün hər il olduğu kimi bu ildə ilin əvvəlindən etibarən planlaşdırıldığı üzrə kanallarda və axılarda lildən təmizləmə işləri sürətlə başlanılmışdır və bugün də gördüyünüz kimi davam etdirilir. İdarənin ikinci əsas fəaliyyət istiqaməti rayonun inzibati yaşayış yerlərini və kənd təsərrüfatına yararlı torpaq sahələrini sel sularından mühafizə etməkdən ibarətdir. Bunun üçün yarana biləcək sel təhlükəsinin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq çay məcraları təmizlənir. Mövcud daş beton bəndlər təmir olunur, yeniləri inşa edilir. İl ərzində Dəmiraparan çayının sol sahilində investisiya hesabına 1400 pagon metr, Bum çayının sağ sahilində Uludaş kəndinin üzərində 130 pagon metr, Həmzəli çayının sağ sahilində 100 pagon metr əsaslı daş beton bəndlərinin vurulması nəzərdə tutulub və artıq Həmzəli çayında bəndin vurulmasına başlanılıb. Bu ildə Qəbələ rayonunun sel sularından mühafizəsi məqsədi ilə çay məcralarında 685.000 kub məcra təmizləmə və sahil bərkitmə işləri planlaşdırılmışdır və ilin əvvəlindən bu işlərə start verilmişdir və bugünə qədər 410.000 kub çay məcralarında, yəni bu isə 12 kilometrdən artıq məsafədə çay məcralarının məcra təmizlənməsi və sahil bərkitmə işlərinin görülməsi deməkdir. İdarənin üçüncü fəaliyyət istiqaməti isə Qəbələ şəhəri və yaxın ətrafda yaşayan əhali və qeyri-əhalini içməli su ilə təmin etməkdən ibarətdir. Bu istiqamətdə cəmi tutumu 10.400 kubmetr olan 7 ədəd su anbarı və işlək olan 5 ədəd su barteziyan vasitəsi ilə 9.017 abonentə xidmət edilir. Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə fasiləsiz olaraq təminatını həyata keçirmək üçün şəhər ərazisində baş verən qəzalar operativ olaraq aradan qaldırılır.